Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə birlikdə çox maraqlı bir mövzunu, Jared Diamond'ın 3-cü Şempanze kitabını, daha doğrusu oradan bəzi heyrətamiz məqamları araşdıracağıq. Salam. Bəli, çox düşündürücü bir kitabdır həqiqətən. Mənbələrimiz birbaşa kitabdan seçmələrdir. Yəni biz burada sırf kitabda yazılanları müzakirə edəcəyik. Məqsədimiz də odur ki, bizi insan edən, bizi ən yaxın qohumlarımız olan şempanzelərdən həm fərqləndirən, həm də onlara bağlayan tərəfləri anlayaq. Bəli, baxın, başlanğıc üçün bu çox inanılmazdır. Genetik kodumuzun deməli təxminən 98-99% şempanzelə ilə eynidir. 98-99. Bu çox böyük rəqəmdir əslində. Elədir və sual budur ki, bu çox kiçik, cəmi 1-2%lik fərq. Necə olur ki, yəni bizim şəhərlər salmağımızla onların meşələrdə yaşaması arasındakı bu qədər, necə deyərlər, kəskin fərqi yaradır? Həqiqətən də heyrətləndiricidir. Bu 1-2%-in içində nə gizlənir axı? Kitab da məhz bunu açmağa çalışır. Bu kiçik fərqin əhəmiyyətini anlamaq üçün, məsələn, molekülər saat deyilən bir konsepsiya var. Molekülər saat. Bu nə deməkdir? Yəni, DNT-dəki dəyişikliklərin sürətinə baxıb, növlərin təxminən nə vaxt bir-birindən ayrıldığını hesablamaq olur. Şir və pələnglə müqayisə etsək, məsələn. Aha. Bizim şempanzelərlə ayrılmağımız təkamül baxımından çox daha yaxın bir zamanda baş verib. Deməli, genetik olaraq düşündüyümüzdən də yaxınıq. Bu, Sibley və Ahlqvist'in tədqiqatları da bunu deyir, eləmi? O DNT hibridləşməsi. Tamamilə doğrudur. Onlar, belə deyək, fərqli DNT zəncirlərinin nə qədər möhkəm yapışdığını ölçüblər. Və nəticələr həqiqətən də ənənəvi təsnifata meydan oxudu. Hansı təsnifatı? Əvvəllər insana ayrı bir ailəyə, hominidə, meymunları isə Pongidae ailəsinə aid edirdilər. Amma bu, daha çox beyin ölçüsü, dik yerimə kimi. Yəni, xarici görünüşə, funksiyalara əsaslanırdı. Bəli. Hətta bir qədər subyektiv idi. Amma genetik məsafə deyir ki, yox, biz əslində şempanze və qorillalarla eyni təkamül budağında daha sıxıq. Bu çox maraqlıdır, xüsusən də təxminən 40-50 min il əvvəl baş verən o böyük atılımı düşünəndə. Kitabda belə adlanır, hə? Bəli, böyük atılım. Birdən-birə sanki hər şey dəyişir. Mürəkkəb alətlər, incəsənət, texnologiya. Halbuki Neandertallara baxanda 100 min illərlə demək olar ki, eyni alətlərdən istifadə ediblər. Bir durğunluq var idi sanki. Kəskin bir ziddiyyət. Bəs bu sıçrayışın, bu atılımın arxasında nə dayanırdı? Ən güclü ehtimal nədir? Kitaba görə dildir, elə deyilmi? Mürəkkəb dilin inkişafı. Tam olaraq. Amma təkcə danışmaq yox. Mürəkkəb sintaktik quruluşlu dil. Bu dil təkcə məlumat ötürmür. O həm də detallı planlar qurmağa imkan verir. Fərziyyələri irəli sürmək, yenilik etmək. Və ən əsası mədəni bilikləri, təcrübəni nəsildən nəslə dəqiq şəkildə ötürmək. Bu fundamental fəktdir. Bəs bu qabiliyyət necə yarandı? Anatomik dəyişikliklər oldu. Qırtlağın quruluşunda dəyişikliklər, beyində dil mərkəzlərinin formalaşması, bunlar həlledici olub. Və çox güman ki, bu dəyişikliklərdə o 1-2%lik genetik fərqin içində kodlanıb. Bu bizi insanın digər bəzi qəribə, yəni heyvanlar aləmində o qədər də rast gəlinməyən xüsusiyyətlərinə gətirir. Kitabda bunlarda müzakirə olunur. Məsələn, gizli ovulyasiya, yəni dişi fərdin yumurtlama dövrünün xarici əlamətlərlə bilinməməsi çox maraqlıdır. Və ya cinsi əlaqənin təkcə nəsil artırmaq üçün olmaması, həz faktoru. Bəli, bunlar hamısı təkamülün fərqli strategiyalarıdır. Sonra menopauza məsələsi var. Niyə qadınlar müəyyən yaşdan sonra reproduktiv qabiliyyətini itirir? Əksər məməlilərdə bu yoxdur. Həqiqətən niyə? Təkamül bunu niyə saxlayıb? Bu da çox güman ki, bir kompromisdir. Ümumiyyətlə, niyə qocalırıq və ölürük sualı kimi, təkamül nöqteyi nəzərindən orqanizmin enerjisi məhduddur, düzdür? Bəli. Bu enerjini bədənin özünü təmir etməsinə xərcləyib daha uzun yaşamağa yönəltmək olar, ya da daha çox nəsil verməyə. Bir balans məsələsidir. Kitabda bir avtomobil analogiyası var idi, səhv etmirəmsə, Mercedes nümunəsi. Bəli, çox yaxşı analogiyadır. Çox davamlı, az qırılan, bahalı bir Mercedes düzəltmək olar. Amma bu çox resurs tələb edir. Təbiət çox vaxt daha tez köhnələn, amma daha çox nüsxə çıxaran modellərə üstünlük verir. Anladım. Qocalma sürəti dəyişir, amma bəzi canlılar daha uzun yaşayır.
Düzdür, bu da ətraf mühitin riskləri ilə bağlıdır. Məsələn, uça bildiyi üçün yırtıcılardan daha yaxşı qorunan quşlar və ya tısbağalar kimi zirəhli, təhlükəsiz canlılarda təkamül daha uzun ömür və daha yaxşı təmir mexanizmlərinə investisiya edə bilib, çünki o investisiyanın bəhrəsini görmək şansı daha yüksəkdir. İndi gələk insanın planetə təsirinə. Kitab bu mövzuda da çox düşündürücü məqamlara toxunur. Bir tərəfdən heyrətamiz yaradıcılıq, digər tərəfdən dəhşətli dağıdıcılıq. Bəli, təəssüf ki, bu reallıqdır. Kitabda insanların yeni qitələrə, Amerikaya, Yeni Zelandiyaya, Madagaskara çatması ilə oradakı böyük məməllərin, megafaunanın kütləvi şəkildə yox olması arasında birbaşa əlaqə qurulur. O Clovis insanları və mamontların yox olması və ya Yeni Zelandiyadakı moa quşları, Madagaskardakı fil quşları. Bəli, Paul Martin adlı bir alimin Blitzkrieg hipotezi var, yəni ildırım sürətli müharibə. İnsanlar yeni əraziyə girir və oradakı insan ovçusuna qarşı təcrübəsi olmayan heyvanları çox qısa müddətdə kütləvi şəkildə ovlayıb tükəndirirlər. Çox sarsıdıcı bir mənzərədir əslində. Və bu dağıdıcılıq təkcə heyvanlara qarşı olmayıb, öz ətraf mühitimizi də məhv etmişik. Pasxa adası hekayəsi çox ibrətamizdir. Əlbəttə, meşələri tamamilə qırıblar. Nəticədə nəhəng daş heykəllərini daşıya bilməyiblər, torpaq eroziyası başlayıb, qida qıtlığı yaranıb. Və sonda aclıq, müharibə, hətta kannibalizmə qədər gedib çıxıb iş. Bəli. Oxşar taleyini yaşamış başqa sivilizasiyalar da var. Kitabda Çako kanyonundakı Anazasi mədəniyyəti və ya qədim Petra şəhəri də nümunə göstərilir. Hamısının kökündə çox vaxt resursların, xüsusilə meşə və suyun tükənməsi dayanır. Kitab daha da həssas, kölgəli bir mövzuya da toxunur. Soyqırım məsələsinə. Və bunun tarixdə təkrarlandığını göstərir. Məsələn, Tasmaniyalıların və ya Moriorilərin başına gələnlər. Biz burada əlbəttə heç bir tərəf tutmadan sadəcə kitabda təqdim olunan məlumatları çatdırırıq. Tamamilə. Kitab bu hadisələri təsvir edərkən həm də işin psixoloji tərəfini araşdırır. Necə olur ki, bir qrup digərini tamamilə məhv edə bilir? Qurbanı günahlandırmaq, öz müdafiə adı altında hərəkətlərə haqq qazandırmaq kimi mexanizmlər. Bütün bu mürəkkəb davranışların, həm o yaradıcı potensialın, həm də bu dağıdıcı tərəfin mərkəzində yenə də dönüb dolaşıb dilə gəlirik, eləmi? Elə görünür. Çünki insan dilinin mürəkkəbliyi, qrammatikası, sintaksisi, abstrakt anlayışları ifadə etmə bacarığı heyvanların ünsiyyət sistemlərindən qat-qat üstündür. Məsələn, vervet meymunlarının fərqli təhlükələr üçün fərqli siqnal səsləri var. Amma bu, bizim dilimizin mürəkkəbliyi ilə müqayisə oluna bilməz. Sanki Noam Chomsky'nin dediyi kimi, beynimizdə anadan gəlmə bir dil proqramı, bir şablon var. Bəli, bu fikir çox güclüdür və bu dil sayəsində biz mədəniyyət yarada, texnologiya inkişaf etdirə və nəticədə bütün dünyaya yayıla bilmişik. Kitabda Proto-Hind Avropa dilinin rekonstruksiyası və onun yayılması ilə bağlı nəzəriyyələr də var idi. Atın əhliləşdirilməsi, əkinçilik. Bəli, dilin və onunla bağlı mədəni yeniliklərin, məsələn, əkinçilik, heyvandarlıq, təkər, atın əhliləşdirilməsi, insan qruplarının geniş ərazilərə yayılmasında necə böyük rol oynadığını göstərir. Dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də güclü bir yayılma və təsir alətidir. Beləliklə, bütün bu söhbətdən sonra aydın olur ki, biz həqiqətən də heyvanlar aləminin bir parçasıyıq. Davranışlarımızda, yaratdıqlarımızda və planetimizə olan təsirimizdə həm müsbət, həm də çox təəssüf ki, mənfi mənada bizi onlardan köklü şəkildə ayırıb. Zehin Pod olaraq bizim də məqsədimiz məhz bu cür düşündürücü mövzuları sizə çatdırmaqdır. Üçüncü şempanzədən öyrəndiklərimizi nəzərə alsaq, bu sürətli yayılma tariximizi, resursları tükətmə meylimizi, münaqişələrə olan potensialımızı düşündükdə, sual ortaya çıxır. Keçmişimizdən bizə miras qalan hansı davranışları, hansı proqramları anlamaq və bəlkə də idarə etməyi öyrənmək planetdəki gələcəyimiz üçün ən vacibdir. Bu, həqiqətən də hər birimizin üzərində düşünməsi gerəkən bir sualdır. Elədir. Ümid edirik ki, bugünkü söhbətimiz sizin üçün də maraqlı və faydalı oldu. Əgər bu cür dərin araşdırmaları bəyənirsinizsə, kanalımıza abunə olmağı və bu videonu bəyənməyi unutmayın. Növbəti söhbətlərdə görüşənədək.